Ən çox zəhmət çəkib zəhməti görünməyən kimdir? Mənim fikrimcə analar. Düşünürəm ki, ən çox zəhmətin bəhrəsini görməyən insanlar hüquqşünaslardır. Çünki hüquqşünaslar cəmiyyətin ən ali təbəqələrindən biridir, həkimlər kimi, müəllimlər kimi. Lakin müəllimlərin və həkimlərin gördüyü dəyəri hüquqşünaslar görmür. Halbuki hüquqşünaslar insanın həyatına birbaşa olaraq təsir göstərir. Onların törətdiyi müəyyən cinayətləri və yaxud da ki, qanuna uyğunsuzluqların hüquqi yolla həllini tapması, bəzi insanlara hətta azadlığa qovuşdurulması, bunun qarşılığında çox az bir məvacib alırlar və insanlar düşünür ki, hüquqşünasların bunu etmək borclarıdır. Amma düşünmürəm ki, onlar bu rəqabətçil mühitdə özlərini daha yaxşı göstərə bilirlər. Həmçinin müəyyən qohumlar da hüquqşünaslardan pulsuz hüquqi yardım istəyir, amma düşünmürlər ki, bu onun işidir və ona hər hansı bir ödəniş olunmalıdır. Çox çalışan insanlar, hər nə qədər də çox çalışsalar da yenə istədikləri o hissəyə, o nə bilim, o məqama çata bilmirlər. Mən özüm də məsələn buna özümü daxil edirəm, çünki nə qədər də çox çalışıram, amma yenə də görürəm ki, o deyil, yəni. Müəllimlərimiz olur. Mənim fikrimcə müəllim. Müəllim. Məncə valideynlərdir. Çünki uşaqların inkişafında, ümumiyyətlə təhsil karyerası olsun, həyat karyerası olsun. Bunların hamısında birbaşa başlıca əvəz olmaz rol oynayan valideynlərdir və indiki dövrdə valideynlərinin qədrini bilməyən şagirdlər və övladlar da çoxdur. Düşünürəm ki, cavab valideynlərdir. Bəs sizcə? Məncə müəllimlər də ola bilər.